Salam əziz balalar. Bugün biz sizinlə sağlamlıq və qidalanma mövzusunda bir neçə tapşırığın həllinə baxacağıq. Gəlin ilk tapşırığın şərti ilə tanış olaq. Sağlam olmaq üçün nələrə diqqət etməliyik? Birinci növbədə düzgün və balanslı qidalanmaq lazımdır. Əgər xatırlayırsınızsa, ötən dərsimizdə biz sizinlə qida piramidası ilə tanış olmuşduq. Bax, həmin piramidada verilənlərdən istifadə edərək tərəvəz, meyvə, taxıl, süd və ət məhsulları yemək lazımdır. Şəkər, duz və yağlı qidaları məhdudlaşdırmaq lazımdır. İkinci vacib olan məqam idmanla məşğul olmaqdır. Çalışın gündəlik ən az 30 dəqiqə hərəkət edin. Bu hərəkət yürüyüş, qaçış, idman və s. ola bilər. Üçüncü, yuxu rejiminə nəzarət etmək lazımdır. Hər gün 10-11 saat yatmaq, yuxu vaxtına riayət etmək lazımdır. Növbəti tapşırığımıza baxaq. Sağlam həyat planı tərtib et. Özün üçün 5 günlük bir sağlam həyat planı hazırla. Gün ərzində nələr yeyəcəksən, nə qədər hərəkət edəcəksən, necə dincələcəksən, hansı gigiyena qaydalarına əməl edəcəksən və s. bu məqamları cədvəldə qeyd edin. Fikir versəniz, cədvəldə verilmiş sütunlarda günlər üzrə qidalanma, hərəkət, istirahət və gigiyena şərtləri yazılacaq. Nümunə üçün birinci günün məlumatları yerləşdirilmişdir. Siz də özünüz üçün 5 günlük sağlam həyat planı nümunəyə uyğun tərtib edərsiniz. Bax, belə uşaqlar, bugünkü dərsimizdə burada sona çatdı. Növbəti dərsdə görüşmək ümidi ilə hələlik.